Bax, burada başlayırıq. Balansımız 700 dollardır. İndi bunu artıracağıq. Mən sizə başa salacağım necə oynamaq lazımdırsa. Yuxarıda indi məndə balans çox oldu. Ona görə indi arada biraz artım edirəm. 25 dollar 20 sent qoydum, 1.52-də götürdüm. Normalda aşağı balansla nə tara oynayıb pul götürürəmsə, sizə başa salıram. 1.50 ilə 1.50 bunu 1.50 edirik. Avtomata açıq qoyuruq ki, avtomat özü götürsün 1.50-dən. Yuxarıda da ki, baxırıq gedişata. 1.9 veribdir, sonra 5.63 verib. Götürdük 2 dollar 50 sent bizim xeyrimizədir. İndi mən biraz pul çox oldu, ona görə biraz risklər edirəm. Amma aşağı məbləğdə olan, yəni başlayırsınızsa aşağı məbləğlə, yəni bu cür risklər eləməyin. Yəni eləyə bilərsiniz. Məsələn, siz 10 manat, 15 manat qoyursunuzsa 20 qəpiklə yəni fırlada bilərsiniz. Yəni manatla, dollarla yox da. Yəni indi məndə dollar var deyə mən dollarla oynayıram. Uçdu getdi. 1.02-də 30 qoyuruq aşağı. 1.50-də. Bu da uçub gedəcəkdir. Bu da uçdu getdi. İndi bu pulları çıxarmaq üçün normalda 60 qoyuram. Bu da indi uçub gedir. O da uçub getdikcə mən artırıram. İndi hardasa nə qədər uçub gedir, qoy bir dənə baxaq. 70 getdi, eləmi? Artırırıq 180, 150 qoyduq. 150. 1.50-də götürməliyik. Avtomat özü götürür. Bay götürdü. Yəni balans 700 idi. Yenə oynayırıq 150 dollardan ki, balansımızı yerinə gətirək. 1.50 ilə bunu da götürürük. Götürdük. Balansımız nə qədər oldu? 751, 700 var idi. Yəni 1.50 ilə oynayırsınız. Yəni 2x gözləmirsiniz, 3x gözləmirsiniz. Əgər istəyirsinizsə, riski sevirsinizsə oynaya bilərsiniz. Burada da mən 50 dolları qoyuram, tez götürürəm. 50 dollara hardasa 56 deyəsə götürürəm. Qoy görək bu geçsin. Yaman çox verdi. Yəni bax, indi bunu bilmək olmaz. 32x verdi. Bu bilmək olmaz. Ona görə yəni mən gözləmirəm. Ay 10x versin, 15 versin. Çünki o riskli olur. 50 manat tap tez götürdüm 6 manat. 1.12 ilə. 5 dollara da nə qədər qoydu? 2.50.